Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Salihlerin Bahsası kitabına devam edirik. 33. bölümde Enes radıyallahu anhu'dan gelen hadiste Nebi sallallahu aleyhi ve sellem demiştir ki: "Men ala cariyetin hatta tebluğa ca'a yevmel kıyameti ana ve huve kehateyn ve damme asabi'ahu." Yani kim iki kızı haddi buluğa çatana kimi böyülerse de, yani onun ihtiyaçlarını yerine getirirse de, güzel terbiye verirse de ona, dikkat yetirirse de ona, kıyamet günü mən və o parmaklarını birbirine şey deyib belə, veyahut da belə, bu forma deyib belə olacaq. Onunla belə olacaq. Hadisi Müslim rivayet etmişti. Bu hadiste kız uşaqlarına dikkat yetirməyin fəziləti vardır. Çünkü kız uşaqları qasir, zəif olurlar. Qasir və zəif olurlar. Çox vaxtda onun əhli ona dikkat yetirmirlər. Yani ki, kız da çıxıb gedəcək. Bizdə belə bir söz var. Ki, kız da çıxıb gedəcək. Bunun üçün də Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisi deyir ki, yəni kim iki qıza baxarsa da həddi buluğa çatana kimi qiyamət günü mənimlə və o belə olacaq. O barmaqlarını cəm etmişdir. Barmaqlar dedikdə burada şəhadət barmağıyla orta barmağı cəm eləmişdir beləncə. Yəni Rasulullah sallallahu aleyhi və səlləmlə cənnətdə o uca məqamda olacaqlar. Yani Peyğəmbər uca məqamda olacaq, onun rafiqi olacaq, dost olacaqlar orada onunla. Yani kızlardan ikisi və yaxud da bacılardan ikisi və yaxud da bunlardan başqa, yani kim baxarsa da bunlara Peyğəmbər sallallahu əleyhi və səlləm cənnətdə bir yerdə olacaqdır. Çox vaxtı burada baxmaq dedikdə əsasən bunların ən çox ehtiyacı olduqları bədəndən söhbət gedir. Yedizdirmək, çizdirmək, yəni məskəndən təmin eləmək. Çox vaxtı belədir. Geyindirirsən, yedizdirirsən, çizdirirsən, məskən, yataq, bunu oxşar şeylərlə təmin edirsən. Və bununla da yanaşı təbii ki, ruhi qidalanma da lazımdır. Ruhi qidalanma isə onun təlimidir, tərbiyəsidir, düzgün xeyrə yönəltməkdir, qadağan olan şeydən, şərdən çəkindirməkdir. Bu da nədir? Onun ruhi qidasıdır. Yəni bu cəhətdən də bunu insan eləməlidir. Bu hədisdən nə götürülür və bundan öncəki keçən hədisdən də götürülən odur ki, insana lazım olan odur ki, Allaha yaxınlaşdıracaq hər bir işlərə diqqət edirsin insan. Yəni sən əgər bu əməl edəndə, əgər bu əməl səni Allaha yaxınlaşdırırsa da, böyük bir əməldir bu. Yəni nə varsan, yedizdirirsən, çizdirirsən, diqqət yetirirsən təliminə, tərbiyəsinə, həddi buluğa çatana kimi sən bu əməli edirsən, qardaş, cənnətini qazanırsan, təsəvvür edirsən sən. Yəni bu insana lazımdır ki, Allaha yaxınlaşdıracaq işlərə diqqət yetirsin. Yəni ki, bir şeyə işlərin şəklinə baxmasın. Əv mura'atan mə yənfəu fi dünya fəqat, və yaxud da ki, bu dünyada mənə faydası var, yoxsa belə yanaşmamalıdır. Mənim qazancım nə olacaq dünyanı? Bəzi insanlar bir iş edəndə deyirlər, mənim qazancım. Baxsan ki, dünyanı ancaq fikirləşirlər. Yəni təkcə bu belə olmamalıdır. Olar, amma təkcə olmamalıdır belə. Əksinə insan dünyasına daha çox axirət dünyasına daha çox diqqət yetirməlidir. Yəni çünki sən burada etdiklərin hamısını orada əvəzində qarşılığını alacaqsan. Yaxşılığa yaxşılıq, pisliyə pis. Hətta təbluğa, yəni hətta o ikisi həddi buluğa çatana kimi. Yəni həddi buluğa çatmaq yaş baxımından 15 yaşdır. Bir də başqa həddi buluğa çatan qadında əlamətlər vardır. Heyzin gəlməsidir, yuxuda qüsuru pozulmasıdır, ehtilam deyirlər ona, ehtiram olmasıdır. Yəni bu əlamətlər yoxdursa da 15 yaşdır. Soyuq ölkələrdə qız uşaqları gec həddi buluğa çatırlar, isti ölkələr isə tez çatırlar. Bir qadının həddi buluğa çatması üçün 4 dənə əlamət vardır. Birinci əlamət 15 yaşı tamamlamasıdır. İkinci əlamət övrət yerində tükün bitməsidir, tük olmasıdır, tük bitir. Üçüncü əlamət ihtilam olmasıdır, yuxuda yəni
qüsuru pozulması. Dördüncü əlamət isə heyzin gəlməsidir. Kişilərdə bunların üçü vardır. Kişilərdə bunların üçü var, çünki heyz yoxdur onlarda. Yəni. Əgər qadın, qızın heyzi gələrsə də, onun 15 yaşdan aşağı olsa belə, o həddi buluğa çatmış sayılır. Sonra Ayşə radiyallahu anhadan gələn hədisi oxuyaq, şərhini isə gələn səfər oxuyarıq. Demək, radiyallahu anha deyir ki, onun yanına bir qadın daxil olur və onun qadının yanında 2 qız uşağı olur. Həmin o uşaqların yanında olan qadın Ayşə anamızdan nəsə istəyir. Baxır ki, mənim yanımda bir dənə xurmadan başqa heç nə tapmır. Bir dənə xurma var. Onu da deyir, verdim o qadına. O da götürdü onu 2 yerə böldü, o qızlara verdi. Özü ondan içinə yemədi. Sonra durdu və çıxdı. Nəbi sallallahu aleyhi ve sellem mənim yanıma gəldi, daxil oldu, Ayşə anamız danışır. Ben bunu xəbər verdim ona. Bir qadın gəlir, yanında 2 dənə qız uşağı olur. Nəsə istəyir, heç nə yoxdur. Axtarıb bir dənə xurma tapır. Xurmanı verir buna, bu da verir xurmanı, birini verir buna, birini də verir bu birisi qıza. Özü də heç nə yemir, sonra çıxır gedir. Rasulullah sallallahu aleyhi ve sellem gələndə bunu deyir, xəbər verdim. Nə deyir Rasulullah sallallahu aleyhi ve sellem? Deyir ki, məni butuliyə hədil bənət. Kim bu qız uşaqlarınla bir şeylə imtihan olurlarsa da və onlara ihsan edərsə də oddan təpər olarlar o kəs üçün. Bu uşaqları oddan çəpər olarlar. Subhanallah. Amma şərt nədir? Şərt odur ki, onlara yaxşılıq eləmək. Yəni. Yaxşılığı da dediyimiz kimi yeməsi, içməsi, qalması və bununla yanaşı ruhi olaraq təlimidir, tərbiyəsidir. Bu şeylərə diqqət yetirməkdir. Yəni. Bunun şərhini gələn səfər oxuyarıq. Allah Teala'dan istəyirəm ki, bizlərə istifa edinlər. Barakallahu fikum.